Bugün bu köhnə kitabdan Züleyxa tortunu sınaqdan keçiririk. Xəmir üçün yumurtaları şəkər tozu ilə çırpıb, bura xəmirimizə mükəmməl tekstura verəcək təbii və qatı içnya qatılaşdırılmış südünü əlavə edirik. Daha sonra sodanı xama ilə qarışdırıb bura əlavə edirik. Sonda da unu əlavə edib yaxşı-yaxşı qarışdırırıq. Xəmiri 2 bərabər hissəyə bölüb ayrıca 2 koş bişiririk. Kremi üçün yumşaq kərə yağını içnya qatılaşdırılmış südü ilə çırpıram. Bu qatılaşdırılmış süd kremə həmən o unudulmaz qaymaqlı uşaqlığımızın dadını verir. Korjları 2 hissəyə bölürəm, beləliklə 4 korj alınır və onları şərbət ilə isladıb tortu yığıram. Şərbətin reseptini videonun açıqlamasında qeyd etmişəm. Sonda da tortun üzərini şokolad qırıntıları ilə bəzəyirəm. Tortun dadı möhtəşəmdir, mütləq hazırlayın, amma mən bu reseptdə 10 baldan 9 bal vermişəm, səbəbi isə açıqlamada. Bu arada içnya qatılaşdırılmış südlərini isə Megastor, Qayalı, Ballı, Bolmart, Kingsmart, Tamstor, Sadastor, Bravo, Neptun və şəhərimizin bütün böyük supermarketlərindən əldə edə bilərsiniz. Nuş olsun hələlik.